Gəncə şəhərində minik avtomobili sərnişin avtobusuna çırpılıb, ölən və xəsarət alanlar var. Kanal 10 TV Azərbaycan reporta istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində 2006-cı il təvəllüdlü Qurban Cəbrayılov hadisə yerində ölüb, 2004-cü il təvəllüdlü Ramin Quliyev və 2005-ci il təvəllüdlü Əli Abdullayev isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.